Donald Trump New Yorkun daşınmaz əmlak dünyasından çıxdı. Göydələnlər, otellər və kazinolar tikdi. Trump Tower onun ambisiyasının simvoluna çevrildi. Adını müxtəlif məhsullara lisenziyalaşdıran və imperiyasını genişləndirən bir şəxs kimi ortaya çıxan Donald Trump sərvət və gücünün təcəssümü olan bir brendə çevrildi. Bu imic Amerikanın bir hissəsi ilə rezonans doğurdu. Onlar Trumpda özünü yetişdirmiş bir adam görürdülər. Trump'ın biznes karyerası mübahisəsiz ötüşmədi. İflaslar və məhkəmə iddiaları var idi. Yenə də həmişə özünə gəlirdi. Özünü uzaq görən bir iş adamı kimi təqdim edirdi. O, razılaşmaq ustası idi. İşləri yoluna qoyan biri idi. Bu imic sonradan onun siyasi karyerasında güclü bir vasitəyə çevriləcəkdi. Donald Trump medianın gücünü anlayırdı. Siyasətdən çox əvvəl o, qəzetlərin daimi siması idi. İctimaiyyətin sərvətə və məşhurlara olan marağını başa düşürdü. Trump bundan öz xeyrinə istifadə etdi. Jurnalistlərlə münasibətlər qurdu. Sonra şagird olaraq reality şouları şagird və məktəblik olaraq qura bilmişdi. Bu reality show onu yeni bir şöhrət səviyyəsinə qaldırdı. Şouda uğurlu bir CEO rolunu oynayırdı. İndi məşhur olan sənin işdən çıxarıldın ifadəsini səsləndirdi. Şou olduqca populyar idi. Trump'ı daha geniş auditoriyaya tanıtdı. O artıq sadəcə daşınmaz əmlak maqnatı deyildi. O televiziya şəxsiyyəti idi. Şagird Trump'a daimi diqqət yetirdi. Bu ona açıq danışan ciddi iş adamı kimi ictimai obrazını yaratmağa imkan verdi. Əvvəlcə daha sayda siyasi müşahidəçi Donald Trump'ın namizədliyini ciddi qəbul etdi. O, hökumətdə təcrübəli olmayan kənar adam idi. Siyasi kampaniyanın bütün qaydalarını pozdu. Yenə də onun mesajı Amerika ictimaiyyətinin bir hissəsi ilə rezonans doğurdu. Onlar status quo'dan bezmişdilər. Trump Amerikanı yenidən böyük etməyə vəd etdi. Onun mesajı sadəcə birbaşa və emosional idi. O, qəzəb və məyusluq damarından toxundu. Ənənəvi mediadan yan keçərək sosial mediadan ustalıqla istifadə etdi. Onun mitinqləri kütləvi və enerjili idi. Trump izdihamın enerjisi ilə qidalanırdı. Rəqiblərinə amansızcasına hücum etdi. İş yerlərinə geri qaytarılacağını və Meksika ilə sərhəddə divar tikiləcəyini vəd etdi. Amerikanı birinci yerə qoyacağını söz verdi. Onun mesajı əsas ştatlardakı kifayət qədər seçici ilə rezonans doğurdu. Bu, ona seçki kollecində qələbə qazandırdı. Donald Trump'ın prezidentliyi çalxantılı keçdi. O, gözlənilməz və qeyri-ənənəvi şəkildə idarə etdi. Normalara meydan oxudu və qəzəbə səbəb oldu. İctimaiyyətlə birbaşa ünsiyyət qurmaq üçün Twitterdən istifadə etməyə davam etdi. Əhəmiyyətli vergi endirimləri həyata keçirdi və ali məhkəməyə 2 mühafizəkar hakim təyin etdi. Amerika Birləşmiş Ştatlarını transsakit okean tərəfdaşlığından çıxardı. Çindən gələn mallara tariflər tətbiq etdi və immiqrasiya məsələlərdə sərt mövqe tutdu. Onun administrasiyası sərhəddə ailələri ayırdı və divarın bir hissəsini tikdi. Onun prezidentliyi daim xahiş və mübahisələrlə yadda qaldı. Qalmaqallar, istintaqlar və impiçmentlər var idi. Ədalətin mane törədilməsi və səlahiyyətlərin sui-istifadə ittihamı ilə üzləşdi. O, istifadə ittihamları üzləşdi. O, tərəfdaşları tərəfindən sevilən və əleyhdarları tərəfindən nifrət edilən qütbləşdirici bir fiqura çevrildi. Çalxantılara baxmayaraq o, sadiq tərəfdar bazasını qorudu. Onlar onun döyüşkən tərzini və media hücumlarını bəyəndilər. Onun prezidentliyi Amerika siyasətində və cəmiyyətində silinməz iz buraxdı. Çalpalıntılı prezidentliyindən və 2000-ci ildəki az fərqlə məğlubiyyətindən sonra Donald Trump'ın siyasi karyerası bitmiş görünürdü. Lakin o, Respublikaçılar Partiyasından güclü bir qüvvə olaraq qaldı. Mitinqlər keçirməyə və namizədləri dəstəkləməyə davam etdi. O, 2020-ci il seçkilərini heç vaxt qəbul etmədi. Onun uğurlandığını iddia etdi. Bu iddialar seçki məmurları tərəfindən dəfələrlə təkzib edildi. Lakin onlar onun tərəfdarları ilə rezonans doğurdu, narazılıq hissi alovlandırdı. 2024-cü ildə o yenidən prezidentliyə namizədliyini irəli sürdü. Qanun və qaydanın bərpası platforması ilə yarışdı. Divarı tamamlamağı və Vaşinqtondakı bataqlığı qurtarmağı vəd etdi. Onun mesajı özünü kənarda qalmış hiss edən seçkilərə
rezonans doğurdu. Onlar Amerikanı keçmiş şöhrətinə qaytarmaq vədlərinə inanırdılar. 2024-cü il seçkilərində Amerika tarixində ən mübahisəli seçkilərdən biri idi. Trump hazırki vitse-prezident Kamala Harris ilə üz-üzə gəldi. Yarış gərgin idi. Bir neçə əsas ştatdan asılı idi. Sonda Trump qalib gəldi. Seçki kollecində qalib gəldi və 4 illik fasilədən sonra Ağ Evə qayıtdı. Bu onun populizm brendinin davamlı gücünü nümayiş etdirdi. Amerika cəmiyyətində dərin bir bölünmənin siqnalını verdi. 2024-cü il prezident seçkilərinin mübahisəsi ötüşmədi. Trumpın az fərqlə qələbəsi Wisconsin ştatında çox asılı idi. Rəqibləri seçici qanun pozuntuları iddia edərək yenidən sayım tələb etdilər. Wisconsin iki tərəfli nəzarətlə hər tərəfli audit keçirdi. Audit ştatda verilən bütün səslərin təxminən 10%-ni əhatə etdi. Nəticələr geniş yayılmış saxtakarlıq barədə heç bir dəlil tapmadı. Səs vermə maşınları səhv və ya hacker hücumu olmadı. Cəmi 5 insan səhvi aşkar edildi. Bu da cüzi bir səhv nisbəti ilə nəticələndi. Bu tapıntılar 2020-ci ildəki əsassız geniş yayılmış saxtakarlıq iddiaları ilə kəskin ziddət təşkil edirdi. Wisconsin auditi bir dönüş nöqtəsi oldu. Seçki prosesinə ictimai etibarın bərpa olunmasına kömək etdi. Səsvermə sisteminin dürüstlüyünü nümayiş etdirdi. Donald Trump 2024-cü il kampaniyası böyük korrupsiyalardan əhəmiyyətli maliyyə dəstəyi aldı. Bu bir çox korporasiyanı Trumpdan uzaqlaşdırır. 2016-cı il seçkilərindən bəri dəyişiklik idi. Onun ikinci kampaniyası müxtəlif sektorlardan korporativ ianələr dalğasında həzz aldı. ExxonMobil və Chevron kimi neft və qaz nəhəngləri ianə verdilər. Amazon, Meta və Uber kimi texnologiya nəhəngləri də milyonlarla ianə verdilər. Hətta Coinbase və Kraken kimi kriptovalyuta şirkətləri də qoşuldular. Milyarder donorları arasında Elon Musk və Timothy Mellon da var idi. Onların ianələri 100 milyonlarla dollar təşkil etdi. Bu korporativ pul axını Trumpın qələbəsini hesablanmış mərci demək idi. Bu şirkət deregulasiya, vergi endirimləri və biznes üçün əlverişli mühit gözləyirdilər. Korporasiyaların Trumpı qəbul etməsi onun siyasi güc və mərkəzi kimi statusunu daha da möhkəmləndirdi. Bu siyasətdə pulun təsiri ilə bağlı narahatlıqlar doğurdu. Hakimiyyətin rahat şəkildə örtülməsi görünüşünə baxmayaraq, Trumpın keçid komandası maliyyələşdirilməsi ilə bağlı narahatlıqlar var idi. Keçmiş prezident keçidləri donorların vəsiyə başladıqdan sonra 30 gün ərzində açıqlamaq ənənəsinə əməl edirdilər. Bu şəffaflıq ictimai nəzarətdə imkan verir, hesabatların təmin olmasına kömək edirdi. Lakin Trumpın keçid komandası bu ənənələri pozdu. Onlar keçid üçün federal maliyyələşdirmədən istifadə etməməyi seçdilər. Bu qərar onları donorların açıqlamağı üçün qanuni tələbdən azad etdi. İctimai təzyiqə və şəffaflığa çağırışlarına baxmayaraq, Trump administrasiyası keçid maliyyələşdirməsinin mənbələrini açıqlamaqdan imtina etdi. Bu şəffaflıq olmaması narahatlıq doğurdu və potensial maraqların toqquşması gətirib çıxartdı. Tənqidçilər bu gizliliyin Trumpın korporat dünyadakı müttəfiqlərinə fayda verdiyini iddia etdilər. Onlar bu açıqlamanın donorların yeni administrasiyasının siyasətinə lazımsız təsir göstərə biləcəyini irəli sürdülər. Bu mübahisə Trumpın Ağ Evə qayıtmasının üzərinə kölgə saldı. Siyasi maliyyələşdirmədə daha çox şəffaflıq ehtiyac vurğulayırdı. Donald Trumpın ikinci prezidenti onun Amerika tarixindəki yerini möhkəmləndirdi. O, qütbləşdirici bir fiqur olaraq qalır. Tərəfdarları onu xilaskar kimi görür. Gücə qarşı həqiqəti söylədiyinə inanırlar. Onlar onun müəssisəyə meydan oxumaq istədiyini alqışlayırlar. Əleyhdarları onu demagog kimi görür. Onun avtoritet meyillərindən qorxurlar. Onun bölücü ritorikasını pisləyirlər. Onun haqqında fikrindən asılı olmaraq onun təsirini inkar etmək olmaz. O, Respublikaçılar Partiyasının öz obrazını yenidən formalaşdırıb. Mühafizəkar fəallarının və siyasətçilərin yeni nəslini cəsarətləndirib. Onun siyasəti Amerika cəmiyyətinə davamlı təsir göstərib. Vergi endirimləri varlılara fayda verib. Məhkəmə təyinatları məhkəmələrin balansını sağa dəyişib. Onun immiqrasiya siyasəti qəzəbi və hüquq mübahisələrə səbəb olub. Trumpın irsi mürəkkəb və ziddiyyətlidir. Amerika cəmiyyətindəki dərin bölümləri əks etdirir.